Hörmətli Tövbə Zamanı kanalının izləyiciləri, bugün sizə Peyğəmbər sallallahu aleyhi və səlləmin necə dəstəmaz almasını çəkib göstərəcəyik. Növbəti videomuzda isə Peyğəmbər sallallahu aleyhi və səlləmin necə namaz qılmasını çəkib göstərmək niyyətindəyik. Kanala abunə olun və İslamı olduğu kimi öyrənin. Hörmətli izləyicilərimiz, namaz qılmaq üçün dəstəmaz almaq Quran, sünnə və İslam alimlərinin yekdilli rəyinə görə vacibdir. Uca Allah Əl-Maidə surəsinin 6-cı ayəsində buyurmuşdur. Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məs çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun demişdir. Sizdən biriniz təbii ehtiyacını rəf etdikdən sonra dəstəmaz almayınca onun namazı qəbul olunmaz. Muslim. Dəstəmaz alan kəs bu əməli icra edəcəyini niyyət etməlidir. Bu qəlbdə olur və dil ilə tələffüz edilmir. Sadəcə qəlbimdə dəstəmaz alım və s. kimi istək olmalıdır. Dəstəmazın alınma qaydası. Dəstəmaz alan insan ilk olaraq Bismillah, Allahın adı ilə deyir. Daha sonra əllərini biləklərə qədər yuyur. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, əllərini 3, 2 və ya 1 dəfə yuyarmış. Ağız, burun. Bundan sonra dəstəmaz alan kəs sağ əli ilə ovucuna su alaraq ağız buruna eyni vaxtda su çəkməlidir. Ağız yaxalanır, burundan isə su sol əli ilə çıxarılır. Bunu etməyə çətinlik çəkən ağza suyu ayrı, buruna da suyu ayrı ala bilər. Bu əməldə 1, 2 və ya 3 dəfə etmək olar. Üzün yuyulması. Daha sonra alın daxil olmaqla saç çıxan hissədən başlayaraq çənənin alt hissəsi və qulaqdan qulağa üz 1, 2 və ya 3 dəfə yuyulur. Seyrək saqqalı olan kəs suyu dəriyə çatdırmalıdır. Sıx saqqalı olan isə bunu etmir. Əllərin yuyulması. Uca Allah buyurur, ey iman gətirənlər, namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun. Barmaqların ucundan başlayaraq əllər, dirsəklər də daxil olmaqla 1, 2 və ya 3 dəfə yuyulur. Əlləri yuduqda barmaqların arası da yuyulmalıdır. Dəstəmaz alarkən yaxşı olar ki, sağ tərəf əzalardan başlansın. Belə etmək bəyənilən əməldir. Başa məhz. Daha sonra əllərini yeni su ilə yaş edir və başın ön hissəsindən arxasına qədər, sonra da əlləri başın önünə qaytarmaqla bir dəfə məhz edilir. Şəhadət barmaqları ilə qulaqların içinə, baş barmaqla qulaqların arxasına bir dəfə məhz edilir. Bunu etmək vacibdir. Qulaqlar başdan sayılır və onlara məhz etmək üçün suyu yeniləməyə ehtiyac yoxdur. Ayaqlar. Son olaraq, ayaqlar barmaqlarının ucundan, topuqlar da daxil olmaqla əvvəl sağ, sonra isə sol ayaq bir dəfə yuyulur. Ayaq barmaqlarının arasına və tabanlarının arxasına yumağa diqqət verilməlidir. Bu hissələrə su bəzən yaxşı çatmır. Əbu Hüreyrə rəvayət edir ki, bir gün Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, bir nəfərin dəstəmaz alarkən dabanlarını yumadığını görüb dedi, atəşə girəcək dabanların vay halına. Qeyd edək ki, göstərilən dəstəmaz qaydası həm kişi, həm qadın üçün eynidir. Corabın üzərinə məs çəkmək. Dəstəmaz alarkən ayaq yuyulduqdan sonra corab geyinilərsə, corab çıxarılmadığı müddətcə 24 saat müddətində növbəti dəstəmazlarda ayağı yumaq əvəzinə həmin corabın üzərinə məs çəkmək mümkündür. Məsi isə barmaqların ucu ilə ayağın ön hissəsindən yuxarı hissəyə qədər nəm əli ilə bir dəfə çəkmək lazımdır, hər ayağa. Səfərdə isə coraba məs çəkməyin müddəti 72 saata qədərdir. Növbəti videolarımızın birində coraba məs çəkmək haqqında daha geniş məlumat veriləcək.
Mühüm qeydlər. Dəstəmazı sünnətdə qeyd edilən tərtiblə almalıyıq. Videomuzda qeyd edilən tərtib kimi. Dəstəmaz alarkən əzaların yuyulması arasında uzun müddət keçməməlidir. Məsələn, ayaqları yuyarkən əllər artıq qurumuş olmamalıdır. Əzaları 3, 2 və ya 1 dəfə yumaq olar. Əzaların bəzisini 1, bəzisini 2 və ya 3 dəfə yumaq da olar. Əzaları 3 dəfədən artıq yumaq icazəli deyil. Çətinlik, məşəqqət və digər hallarda dəstəmazı yüngül almaq, yəni hər əzanı bir dəfə yumaq, Peyğəmbərimizin, ona Allahın salavatı və salamı olsun, etdiyi əməllərdəndir. Bu, uca Allahın öz qullarına olan rəhmətindəndir. Dəstəmaz alarkən suya israf etməməli, ona qənaət etməliyik. Dəstəmazını pozmayan kəs istədiyi təqdirdə yenidən dəstəmaz ala bilər. Dəstəmazı pozan amillər. Kiçik və böyük su başına çıxmaq. Qazın çıxması. Dərin yuxuya getmək. Huşu itirmək bu yuxu kimidir. Cinsiyyət üzvünə bilavasitə və ehtirasla toxunmaq. Dəvə əti yemək. Cinsiyyət orqanından məzinin ifraz olunması. Məzi, cinsi yaxınlıqdan öncə şəhvət hissləri keçirdikdə ifraz olunan şəffaf və yapışqan mayədir. Məzi ifraz olduqda dəstəmaz almadan öncə cinsiyyət orqanı yuyulmalıdır. Dəstəmazı pozmayan əməllər. Bəzi insanlar elə düşünürlər ki, aşağıda sadalanan əməllər dəstəmazı pozur. Lakin bu doğru deyil. Həyat yoldaşına toxunmaq və ya onu öpmək. Bu haqda kifayət qədər hədislər mövcuddur. Burundan qanın axması. Hər hansı bir yaradan qanın axması. Yemək yedikdən sonra gəyirmək. Meyti daşımaq. Rəvayət olunur ki, İbn Ömər bir meyti ətirləmiş və onu başqa yerə daşımışdır. Bundan sonra o, məscidə daxil olmuş və namaz qılmışdır. Gülmək dəstəmazı pozmur. Münkər söz, söyüş, qeybət və s. bu kimi şeylər dəstəmazı pozmur. Bu haqda olan hədislərin hamısı zəifdir. Hansı əməllər üçün dəstəmazlı olmaq vacibdir? Dəstəmazlı olmaq yalnız namaz qılmaq üçün vacib edilmişdir. Bura cənazə namazı və Kəbəni təvaf etmək də daxildir. Çünki təvaf namazı əvəz edir. Hansı əməllər üçün dəstəmaz almaq bəyənilir? Allahı zikr etmək üçün. Yatmadan öncə, dəstəmaz pozulduqda namaz qılmasa belə. Hər namazdan öncə dəstəmaz pozulmayıbsa belə. Meyti daşımaq üçün, qusduqdan sonra, qüsul almadan öncə, həyat yoldaşı ilə əlaqədən sonra yatmaq, yemək, içmək və yaxud yenidən əlaqəyə girmədən öncə. Dəyərli izləyicilər, bu video çarxı sona qədər izlədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Əgər bu məlumatları faydalı hesab edirsinizsə, bəyənməyi və yaxınlarınızla bölüşməyi unutmayın. Fikirlərinizi, rəylərinizi şərh bölümünə yazın və biz də cavablandırmağa çalışacağıq. Allah amanında növbəti videomuzda görüşənədək.